Elit ev aksaks və kirayəsi. Əziz izləyicilərimiz, hazırda. Bax gördüyünüz kimi bu zaborun var. Düz stolbanın yanından, bax buradan. Düz belə bir evimiz var. Bax ora qədər göstərirəm əziz izləyicilərimiz. Yolun kənarıdır. Çox rahat yerdədir. Mən birazdan sizə evimizin içində də tanış edəcəm. Yəni bəri başdan çöldən evin görünüşünü göstərirəm. Bax bu evin çöl görünüşüdür. Və buradan da belə bir kirayəçi kiraya vermək üçün addenli bir qapıda qoyub ev yiyəsi. Düz bu evin tininə kimi. Evin tininə kimi, gördüyünüz kimi 6 sotun içindədir. Bu ev 6 sotun içindədir. Mən indi evimizin içindən sizi tanış edirəm, həyətimizlə. Deməli, bu da əzizlərimiz evimizin girişindən, pilləkəndən, kürsülü, yerdən də hündürdür. Altıda bax. Belə bir həyətimizdə su çənnə kimi var. Qəşəng rahatçılıqla maşın girir. Meyvə ağacları var. Əzizlər, əsl bağ evidir də, yəni. Həqiqətən də bağ evidir. Yəni daimi yaşamaq istəyənlər üçün çox gözəl bir şəraitdir. Evimizin babında belə bir birinci mərtəbəsində giriş var. Və buradan da yəni də evin arxasına yol var əzizlərimiz. Burada da ev yiyəsinə samuzel kimi balaca bir şey tikmək istəyib, dayandırıb. Evin arxasında buradan da keçidi göstərirəm sizə. Əziz izləyicilərimiz. Evimizin arxa hissəsidir. Gördüyünüz kimi belə bir toyuqçuda saxlamaq üçün də, sonra gələcəkdə bir ev tikib kiraya da verə bilərsiniz. Yəni ofşu həyətimiz 6 sotun içindədir. Əziz izləyicilərimiz. Buradan da yenə də görürsünüz evin altında buradan da yenə giriş qapısı var. 2 dənə giriş qapısı var. Yəni buraları kiraya da verə bilərsiniz. Bir evin altlarını kiraya da verə bilərsiniz. Birinci mərtəbəni. İşte mən gedib evimizin içində sizi tanış edeyim. Deməli, əziz izləyicilərimiz, indi qalxıram yuxarı. Evimizin qabağında belə bir balkon kimi də eləmək olar gələcəyə. Belə bir panorama kimi görükür. Bax, görürsünüz. Belə panoraması da görükür. Buranı da rəşotka ilə bağlayıb. Gözəl burada yaşa oturub yuxarıdan aşağıya da seyr eləyə bilərsən. İndi mən sizə evimizin içini göstərəm, əziz izləyicilərimiz. Deməli, evimizin içini sizə tanış edirəm. Evimizin girişidir, belə bir girişi var evimizin. Evimiz köhnə tikirlərdən ibarətdir. Onu da deyim sizə, şəxsi bir evdir. Qoşa daşdır. Evimiz 9 belə deyək də, otaqdan ibarətdir. 4 otaq yuxarıdadır. 5 otaq da aşağıda. Bu da samuzelimizdir, əziz izləyicilərimiz. Samuzelimizdir. Hamam tuvalet ayrıdır, onu da deyim sizə. Böyle geniş hamamımız var. Bir de mən evimizin içine size tanış edeyim. Evimizin böyle bir girişi var. Əziz izləyicilərimiz. Onu da deyim sizə, evimiz əşyaları satılır. Bir tane qab-qacaqdan başqa. Qab-qacaqlar götürür, yəni mebellər nə görürsə hamısı qalacaq. Gir yaşı evdir bir sözlə. Bu da mətbəximizdir, əzizlərdən. Belə bir mətbəximiz də var. Çox gözəl mətbəxdir. Onu da deyim sizə, sərgəli, geniş, xanımların sevdiyi bir geniş mətbəxdir. Sonra solda belə bir yataq otağı da var, əzizlərdən. Belə bir geniş yataq otağı var. Özü patoloquna baxın, hamısı taxta ilə əl işləmələrdir, əzizlərimiz. Buna əsl şəxsi ev deyirlər, hə? Sonra bir dənə də yuxarıda yataq otağımız bir də buradadır, əzizlərimiz. Bunu da həmçinin yuxarıları görürüz. Hamısı taxta ilə əl işləmələrdir. Belə bir geniş bir işıqlı otaqlardır. Onu da deyim sizə. Və bir də 4-cü bir otağımızı da göstərirəm. Belə bir yenə də bax. Geniş bir səliqəli evimiz var. Əzizlərimiz, evimiz 5 otaq deməli aşağıdadır, 4 otaq yuxarıdadır. Bu yuxarıdakı otaqlar təmirlidir, aşağıdakılar isə təmirsizdir. Onu da deyim sizə. Evimiz paket kupçadır. Hər kim olsa Allah xeyrini versin, ipoteka yararlıdır. 190 min manat satışa çıxarılıb. 190 min manatla satışa çıxarılıb. Hər kim olsa Allah xeyrini versin. Elit ev aksaksı və kiracı. Kanalımıza abunə olun ki, yeni evlərimizi göstərək.